Salam, hər kəsi xoş gördük mənim kanalımın dəyərli və əziz izləyiciləri. Üzrlü hesab edin, mən çox gec video atıram kanalıma. Bu da mənim işimlə əlaqədar olan bir haldır. Vaxt tapdıqca sizin üçün asan reseptlərdən hazırlayıb kanalımda paylaşmağa çalışacağam. Bu gün də mövsümün meyvələrindən olan çiyələkli piroqun hazırlanması reseptini sizinlə bölüşəcəm. Və burada ərzaqları mən istəyirəm miqdarını qeyd edeyim sizin üçün. 2 stəkan şəkər tozundan istifadə olunur, 1 stəkan duru yağdan istifadə olunur. 5 ədəd yumurta və 5 stəkan da undan istifadə olunur. 2 qabartmadan və 150-200 qram civarında da çiyələkdən istifadə olunur. Bu piroqun hazırlanması çox az müddət çəkir və dadından da doyulmayacaq bir piroqdur. Mən indi istəyirəm yavaş-yavaş hazırlanmağına keçim, sizlərlə də bölüşüm. Baxın əziz izləyicilər, 5 ədəd yumurtamızı biz qabımızın içərisinə sındırdıq və üzərinə də əvvəlcədən hazırladığımız 2 stəkan şəkər tozunu əlavə edirik. Və daha sonra başlayırıq mikserin yuxarı gücündə bu qarışımı hazırlamağa. Baxın əziz və dəyərli izləyicilərimiz, mikserin ən yuxarı gözündə biz qarışdırmağa başlayırıq piroqumuzun yumurta və şəkər tozunu. Baxın əziz və dəyərli izləyicilərimiz, piroqun içliyini qarışdırdıqdan sonra, yəni mikserdə həll etdikdən sonra az öncə qeyd etməmişdim, içərisinə 2 stəkan da şəkər tozu miqdarında belə deyim, su əlavə edirik. Bu su ilıq su olsa daha yaxşı olar. Həm məhlulumuzun çox alınmasına səbəb olur, həm də ki, belə deyim, piroqumuzun yaxşı qabarmasına, çıxmasına köməklik göstərir. Baxın əziz və dəyərli izləyicilərimiz, məhlulu bu hala gətirdikdən sonra tamamilə çalmalıyıq, belə deyim, qarışdırmalıyıq. Çünki məhlul tamamilə ağarmalıdır. Ağardıqdan sonra, yəni məhlulumuz hazır olduqdan sonra üzəri başlayacaq belə köpük halına gəlməyə. Bu o deməkdir ki, artıq yumurta ilə şəkər tozu tamamilə bir yerdə həll olub və köpürməyə başlayıb. Ondan sonra sonrakı addım olaraq biz bunun içərisinə 2 stəkan da əvvəlcədən qeyd etmişdim, ilıq suyu əlavə edirik məhlulun içərisinə və qarışdırmadan əvvəl də duru yağımızı da az öncə qeyd etmişdim. 1 stəkan da duru yağımızı əlavə edirik məhlulun içərisinə və daha sonra başlayırıq mikserin orta gözündə, yəni orta sıxlığında qarışdırmağa. Baxın əziz izləyicilərimiz, əvvəlcə qeyd etdiyim kimi 2 stəkan suyu və 1 stəkan duru yağı məhlulun içərisinə əlavə edirik. Ortalama 2-3 dəqiqə qarışdırdıqdan sonra məhlulumuz tamamilə duralmağa başlayır və üzərində su köpüyü kimi köpüklər yığılmağa başlayır və ondan sonra dərhal sonra əvvəlcədən hazırladığımız 5 stəkan, 200 ml stəkanda 5 stəkan unumuzu ələkdən keçirdirik və hissə-hissə məhlulumuzun içərisinə əlavə etməyə başlayırıq. Baxın əziz izləyicilərimiz, biz unu əlavə edirik əvvəlcədən məhlulumuzun içərisinə. Bəzən olur deyirlər, unu əlavə etdikdən sonra əlinizdən qarışdırın, amma mən daha çox mikserdən qarışdırmağa üstünlük verirəm. Onda daha yaxşı həll olur və piroqumuzun içərisində düyün un qalmır, belə deyim. Baxın əziz izləyicilərimiz, 5 stəkan unu artıq demək olar qurtarmaq üzrədir. Biz məhlulumuzu hazırladıqdan sonra mütləq diqqət yetirməliyik. Əgər məhlulumuz duru alınarsa, sulu alınarsa, o zaman 1 stəkan da əlavə undan istifadə etmək olar. Baxın əziz izləyicilərimiz, qarışdırdıqdan sonra sizə göstərmək istəyirəm. Hazırladığımız belə deyim, piroqun özü baxın bu dərəcədə axıcılıqda olmalıdır. Nə çox qoyu olmalıdır, nə çox duru formada olmalıdır. Çünki meyvəli piroqlarda adətən xəmirini bəzən yumşaq etdikdə meyvələr başlayır həmin piroqun dib hissəsinə çökməyə, tavan hissəsinə çökməyə. Ona görə maksimum piroqumuzu da belə deyim, ondan əlavə istifadə etmək lazımdır ki, müəyyən qoyuluğa gəlsin və meyvələr bişdikcə dibə çökməsin. Daha sonra, biraz sonra daha doğrusu sizinlə meyvələrin dibə çökməməsi üçün bir nüans var. Xırda bir diqqət edilməsi gərəkən nüans var. Onu sizdən bölüşəcəm. İndi bizim artıq xəmirimiz demək olar ki, hazırdır və gördüyünüz kimi 2 paketdə qabartma tozundan istifadə edirik. Artıq qabartma tozumuzu da əlavə edib 2 dəqiqədə piroqumuzu qarışdırdıqdan sonra listə əlavə edib meyvələri düzməyə başlayacağıq. Baxın əziz və dəyərli izləyicilərimiz, artıq piroqumuzun məhlulu hazırdır və biz soba listini götürürük. İçərisində çox azacıq 150 qram civarında duru yağ töküb hər tərəfini yağlayırıq. Həm kənarlarını, həm də orta hissəsini. İndi isə biz artıq xəmirimizi əlavə edirik soba listinə və daha sonra başlayırıq çiyələklərimizi üzərinə yerləşdirməyə.
Baxın əziz izləyicilərimiz, biz artıq məhlulumuzu əlavə etdik soba listinin üzərinə və az öncə qeyd etmişdim ki, meyvələri əlavə edərkən bəzən meyvəli piroqlarda meyvə piroqun orta hissəsinə və yaxud da dib hissəsinə çökür. Bunun iki səbəbi var: piroqun məhlulunun duru olmağı və ikinci səbəbi odur ki, biz bu nüansı mütləq qeyd edin. Meyvələri piroqun üzərinə yerləşdirərkən mütləq meyvələri çox azacıq, baxın sadə bir undu, onun içərisinə batırıb başlayırıq piroqlarımızın üzərinə düzməyə. Mən indi bir neçəsini sizə göstərim. Baxın, belə sadə unladıq. Daha sonra piroqumuzun üzərinə meyvələrimizi yerləşdiririk. Un bunlara belə deyim də kömək olur, hansı ki meyvələr artıq dibə çökməməyə başlayır. Pişdikcə belə deyim piroqun ortasına getməməyə başlayır. Biz düzürük bütün meyvələrimizi. Baxın əziz və dəyərli izləyicilərimiz, mən az öncə 4-5 ədədini iki tərəfli unladım. İki tərəfli unlamağınıza əslində ehtiyac yoxdur. Hansı ki o taban hissəsini unlasaz kifayətdir, piroqdan toxunan hissəsini. Baxın belə çiyələkləri səliqəli düzdüm və daha sonra biz bunu atırıq sobaya. Onu da qeyd edeyim ki, soba əvvəlcə 250 dərəcədə qızdırılır. Tam soba qızdıqdan sonra sobanın dərəcəsini azaldırıq, 180-185 dərəcəyə qoyuruq və piroqumuzu ondan sonra sobaya daxil edirik. Amma mütləq ki, soba əvvəlcədən qızdırılmış olacaq. 15-20 dəqiqə ərzində də artıq belə deyim. İndi o baxır sizin istifadə etdiyiniz sobanın keyfiyyətinə, dərəcəsinə, işləmə sisteminə. Hər kəsin sobası öz evində özünə şəxsi olduğu üçün sobanın belə deyim dilini daha rahat bilir. Bəzən ola bilər bu 15 dəqiqədə çəkə bilər, bəzən onun bişməsi 20-25 dəqiqədə çəkə bilər. İndi biz artıq piroqumuz hazırdır. Yerləşdiririk sobaya. 15-20 dəqiqə sonra sobadan çıxardacağam və sizlərlə də piroqumuzu bölüşəcəm. Baxın əziz və dəyərli izləyicilərimiz, piroqumuz artıq hazırdır. Bu bizim çiyələkli piroqumuzdur. Az öncə də xırda nüans qeyd etmişdim, hansı ki meyvələrin altına unlamaq və daha sonra piroqun üzərini düzmək. Görürsünüz də nə boyda faydası var. Yəni meyvələrin hər biri piroqun üzərindədir. Heç bir piroqun içərisinə və yaxud da dibinə çökməsi olmayıb. Biraz soyuduqdan sonra, hardasa bir 10 dəqiqə soyuduqdan sonra dilimləyib sizin üçün də göstərəcəm. Baxın əziz və dəyərli izləyicilərimiz, piroqumuzu çıxardım artıq. Tamamilə bişib, hazır formada. Göz haqqınızı halal edin. Zəhmət olmasa kanalıma abunə olub yorum yazmağı da unutmayın.